Beynəlxalq Astronomika Konqresində iştirakimin əsas məqsədi tədqiqatımı qlobal elmi platformada təqdim etmək, beynəlxalq alimlərlə mübadilə aparmaq və Azərbaycanı təmsil etməkdir. Süni intellekt bu gün nəinki yalnız yer üzündə, həmçinin kosmos tədqiqatlarında da inqilabi inkişaf yaradır. Biz gənc tədqiqatçı tələbələr olaraq bu yenilikçi texnologiyaları öz mövzularımızda əhatə edib bu konfransda iştirak etdik. Beynəlxalq Astronomika Konqresi müddətində dünyanın aparıcı kosmik agentlikləri və mütəxəssislərlə tanış oldum, onlarla şəbəkələşmə imkanı əldə etdim. Azərbaycanın milli elmi komandası tərkibində beynəlxalq arenada özümü təmsil etmək mənim üçün böyük qürur mənbəyidir. Beynəlxalq Astronomika Konqresində akademiyamızı təmsil etmək həm elmi, həm də şəxsi inkişaf baxımından çox dəyərli oldu. Müxtəlif ölkələrin mütəxəssisləri ilə fikir mübadiləsi aparmaq, yeni biliklər, təcrübələr və motivasiya qazandırdı. Gənc alim və tədqiqatçılar olaraq biz dünyanın ən aparıcı universitet və tədqiqat institutlarından olan professor müəllim heyəti qarşısında öz elmi məqalələrimizlə müvəffəqiyyətlə iştirak etdik və beləliklə Azərbaycan gəncliyini və elmini beynəlxalq müstəvidə layiqincə təmsil etdik. Milli Aviasiya Akademiyasının tələbəsi olaraq 76-cı Beynəlxalq Astronomika Konqresində təqdim etdiyim mövzu innovativ həll yollarının tapılmasında ibarət olmuşdur. Təqdimatda xüsusilə informasiya texnologiyaları, ekoloji problemlər və yaşıl gələcək konsepsiyası olmuşdur.